خب بسم الله الرحمن الرحیم. biz bu dəstə کلیات عرفان یا کلیات təsəvvüf İslamının barəsində با همlikdə danışacağıq. Xanım Otadi bir sual tərh elədilər ki, İrfan nə mənadır, təsəvvüf nə mənadır? Biz elə tul termidə bu suala burada cavab verəcəyik. Amma külliyyət söhbət budur ki, İrfan özü bir dənə elmidir və təsəvvüf da İrfana bir dənə bağlı bir elmidir. Mütəsəvvifə də İslami təməddünümüzdə bir dənə böyük bir taifə olublar, zuhur eləyiblər və bu təməddünün yekəlməyində, genişlənməyində çoxlu nəqşləri olubdur. Deyə bilirik ki, ariflərlə sufilərin bir azaraq fərqləri vardır. Amma hər halda ariflər də onlar olublar ki, bizim dini təcrübələrimizin, dini mətnlərimizin içini ta əmağa kimi, ta o jərfnaya kimi bunlar gediblər və nüfuz eləyiblər və bir para durrar, morvaridlər oradan çıxadıb və öz peyrovlarına, öz istəyənlərinə təqdim eləyiblər. Ona görə böyük şəxsiyyətlər, Mevlana kimi, Hafiz kimi, Əlaüddin Semnani kimi, Əttar kimi, ya ابن فارس یا محی الدین عربی اندلسی، صدرالدین قونوی، ابراهیم ادهم، جنید بغدادی، بایزید بسطامی و شمس تبریزی bunlar در طایفه عرفا و صوفilər qərar tapırlar. Tək-tək bunların özlərinin əsərləri olub, sözləri olub və peyrovları olub, havaxahları olub. Elə hələ-hələdə də biz baxırıq, görürük ki, bunların özlərinə görə bir həlqələri olur, xahanları olur, istəyənləri olur və bunların fikirlərini, qələmlərini, danışıqlarını izləyənləri olur. Ona görə İrfan ölmür və həmişə diri qalır. Hər dinin də öz kölgəsində bir İrfani düzəlir. Yəni bir para şəxsiyyətləri tapılır ki, çalışırlar o şeylərə dində əl tapsınlar ki, məmuli insanlar onlara əl tapa bilənməzlər. Tənha o əmiq və dərin insanlar eləyə bilərlər, onu əl tapsınlar. Ona görə görürsünüz ki, siz Məsihiyyətdə də İrfan var, Yəhudiyyətdə də var və İslamda da var. Pəs bənabərin elə در کنار با din həmişə bizim İrfanımız da olubdur. Biz İslami İrfandan danışacağıq. Mən icazə istəyəcəm sizdən, bərain ki, söhbətlərimiz müzəyyən olsun. Bir dənə Məsnəvdən bir nağılla başlayacağım. Bir dənə Sufinin nağılıdır ki, hətmən siz onu eşidibsiz. Bu nağıl 2-ci dəftərdədir. Bu Sufilər üçün gərək bir mərhəliyə keçəydilər ki, mərhəli təriqət adlanır. Mərhəli təriqət də ümumən səfərlə, müsahibətlə ələ gəlir ki, bunlar gərək bir dövrə özlərindən, xanivadəsindən, dostlarından uzaq düşələr, gedələr, o yerləri ki, görməyiblər, görələr, o şəxsləri ki, tanımırlar, tanış olalar, oturalar onların yanında, müsahibət eləyələr və çoxlu şeylər onlardan öyrənələr. Bu mərhələnin adı təriqət adlanır. Məsələn, Mevlana'nın əhvalına baxanda özü Quniyyədən durur, məntəqə-i Şamda Muhaqqiq-i Tərməzinin yanında mərhələ-i təriqəti keçidir. Çünki bunlar mütəqidlər ki, bu yola qədəm qoyan hətmən gərək bir dənə şəxsi ola ki, bunun əlindən tuta. Və o həman pirdir ki, ya həman qocadır ki, bunun əlindən tutur, qoymur ki, bu yolda azsın.
و düz yolu buna neyini nişan verir. قطع این ره بی همراهی خضر مکن، ظلمات است بترس از خطر گمراهی. Bu Hafızın sözü. İstəyirsən bu yola düşəsən, Musa kimin adam deyir, Xezrin qabağında boynunu əyir. Allahın peyğəmbəri Xezr kimin ki bir dənə pir mənadır, onun qabağında boynunu əyir. Sən kim ola bilərsən? Sən də gərək neyniyəsən? Öz Xezri tapasan. Əgər istəsən bu yola qədəm qoyasan. مولانا da deyir ki, چون گرفتت پیر هین تسلیم شو، همچون موسی زیر حکم خضر شو. وقتی səni bir nəfər tutdu, da təslim tutdu ki, səni neynəsin? Bu məsirdə rahbər eləsin, rahnəmayi eləsin və qabağa aparsın. Da sən gəl orada tərpənməyəsən, dərbəşməyəsən, özü qoyasan onun ixtiyarına. O özü səni hər hansı səmtə aparır, qoy aparsın. اندرین ره ترک کن تا قطرم تا قلاووزت نجنبد تو مجنون. قلاووز bir türkçü kəlmədir. Yəni fərmanده, yəni sərkərdə. Ta zamanı ki sənin o başçın dərbəşməyibdi, səni qabağa aparmayıbdı, sənin tərpənməyə haqqın yoxdur. Bu irfanın bir dənə ən mühüm və önəmli bir dənə tövsiyəsi olubdur ki, biz istəyək bu yola qədəm qoyaq. Hətmən bir nəfərin qabağında biz əyilməliyik, ona əl verməliyik, ondan eşitməliyik, onun qabağında etiraz eləməməliyik. Bu mənayı در واقع təriqət irfanı. İndi bu sufilərin biri də gəlir, dolanır. Bunlar İslami təməddündə də bəran ki, məscidə gələndə bir para zahidlər və abidlər görürdülər ki, bunlar abid və zahid nəmaydılar. Riya və təzvirlə yığışırdılar ora. Bu sufilər və bu ariflər heç vaxt gəlmirdilər. Ora yığıncaq qurmurdular. Gedirlər bir ayrı yerə yığışırdılar. Özlərinə bir yerləri düzəltdilər. Xaniqah adında. Gələn çoxlu yerlərdə də varımızdır. Bəzilərində də ki, mümkündür tətil olan muziyə çönə, bəzilərində də ki var. Bunlar gedirlər ora yığışırdılar və orada bir para mərasimi انجام verirdilər. Pəs صوفی میگشت در دور افق تا شبی در خانقاهی شد قنق. قنق یعنی قناx, aman türkçü kəlmədir. Mevlana işlədibdir. Bir dənə sufi dolanırdı, bir gecə gəldi, xanqahda neynədi? Qonaq oldu. یک بهیمه داشت در آخر ببست او به صدر صفه با یاران نشست. Bir dənə bunun heyvanı vardı. O heyvanı getdi, axura bağladı, getdi o xanqahda da süffə olardı, sək olardı. Ki biz burada deyəcəyik ki, təsəvvüfün bir şaxəsi ora qeydə bilər ki, qədim zaman Peyğəmbərdən qabaq da Məkkənin dövrəsində bir səklər olardı. Bir para insanlar gələrdilər orada yaşayış eləyərdilər. Gecə gündüz qalardılar orada, Kəbəyə xidmət eləyərdilər. Ona soffə deyirlər, əhli soffə. Bir tədad daha mütəqiddir, təsəvvüfün rişəsi onlara gelir. O be sədr soffə ba yaran nişəst. O səkdə otdu, o dostlarla ki o xanqahdaydı onların. پس مراقب گشت با یاران خویش دفتری باشد حضور یار بیش. مراقب گشت یعنی o muraqibiyyə varid oldu. Yəni həm söhbətiyə onlarla varid oldu. Mevlana deyir ki, burada ürək oldular bunlar. Sözbəsöz olmadılar. Dizbədiz olmadılar. Dəftər-i sufi سواد و حرف نیست، جز دل اسپید همچون برف نیست. Sufinin savadı söz deyir, danışmaq deyir. Bunun savadı tənha bir dənə ürəkdir ki, ürəyi neyniyir? Bu təmizləyir, cəla verir, safaldır və bu ürək təbdil olsun bir dənə güzgüyə, ya bir dənə aynaya təbdil olsun ki, həqiqətlər ki aləmdən gəlir, onun o aynasında düz enikas tapsın. Hədəf sufinin sulukundandır. Zad دانشمند آثار قلم، زاد صوفی چیست آثار قدم.
bir dənə alim insanın tuşəsi nə mənadır? Deyir, qələmidir. Nə mənə qələmlə yazır, kitabət eləyir? Bu bunun sərmayəsidir. Bir dənə alimin sərmayəsi kitabıdır. Sufinin sərmayəsi nədir? Asar qədəm. Qədəm yəni qədəm. Yəni bu gərək qıçını və ayağını qoya o yerlərə ki, böyüklər ora ayaq qoyublar. Onu izləyər. Əsər ərəbdə yəni iz. Və asar yəni o izlər ki, insan özündən qoyubdur. Nəcüc etməlidir bu yol. Həmço səyyad-i soy eşkar şud. Eyni şikarçı kimi gəlir. Bəli da, bu suluk الان مولانا deyir. Suluk sufiyanəni Mevlana burada الان توضیح verir ki, bu əbiyyatı mən oxuram sizə. Həmço səyyad-i soy eşkar şud. Necə bir dənə ovçu düşür bir dənə ovun dalısıca, bir dənə şikarın dalısıca. قام آهو دید و بر آثار شد. Bir dənə ovun در واقع izini görür. Bu izi düşür dalısıca. Dənə və dənə baxır görür ki, aya buna yetişə biləcək ya. Çəndgahəş qam آهو در خور است. Bir müddət bunun ayağının izicə ahunun dalısıca gedir. Bə'dəzan xud naf آهو rəhbər است. Axı yetişir, yaxınlaşır da bu ahuya. Ahunun da göbəyində عبیر و مشک و bu vardı. Bunun iyi پخش olubdu. Da orada iz gəlmir. İyi gəlir qabağa. Naf ahun rəhbər است. Bir növ şənaxt şənasıdır ki, Mevlana deyir ki, irfanda bizim şənaxt varımızdır, tanımaq varımızdır. Bunu indi yaxınlaşmaqla deyir. Uzaqdan dərdə dəyməyəcək. Uzaqdan atan daş deyir, topuğa dəyəcək. Sən burada yaxınlaşmalıysan. O qədər yaxınlaşasan, bu ahunun iyini sən almalısan. Ahu kimdir? Məbud, məşuq, xudavənd. Budur. Bunun iyinə در واقع عارف yetişməlidir. چون که شکر گام کرد و ره برید لاجرم زان گام در کامی رسید. Burada bir şükür lazımdır. Bu bizlərə şükür elədi ki, bu mərahil qoyulub bunun ixtiyarında ki, bu yollar getsin. O izdən, o ayaqdan və o getməkdən bu kam, yəni bir müvəffəqiyyətə, bir uğurlara bu əl tapır. Salik əl tapır. رفتن یک منزلی بر بوی ناف بهتر از 100 منزل و قام و طواف. Bir mənzili, bir yolu ilə o göbəyindəki olan əbirin iyi ilə getmək çox gözəldir ki, sən nə edəsən? Bir yer tapasan ki, orada fırlanasan, dolanasan, dövr götürəsən, ibadət eləyəsən. Bu qam و təvafı çəkir. آن دلی کو مطلع مهتاب هاست بهر عارف فتحت ابواب هاست. Bu ürək arif üçün qapıları açmaqdır. Hər növ qapı vardır, bu neyniyir? Açır. Ba to divar است. Amma sən ki bu yolları getməyibsən, sənə bir dənə bu duvar kimi. Ba to divar است و با ایشان در است. Amma o saliki ki bu yolu gedir, ona divar deyil. Buna qapıdır bir dənə. با تو سنگ و با عزیزان گوهر. سنه داشته ولی اونا داشته، اونا بدنه گوهرده و با حال بی گوهر. آنچه تو در آینه بینی عیان پیر اندر خشت بیند بیش از آن یا پیش از آن. O şey ki sən güzgüdə ya aynada görürsən, onu bilginən ki, qoca bir palçıqda onu görəcəkdir. O bir para şeyləri əl tapıb ki, sən tapanmayıbsan. Ona görə biz ona əl veririk. Pir işanən ki, aləm nə bu? Soruşurlar Mevlana'dan. Ax, sən pirdən danışırsan, qocadan danışırsan, bu pirlər kimdirlər? Mevlana deyir ki, pirlər həmandılar ki, bu aləm yoxudur, onlar vardılar. Pir işanən ki, aləm nə bu? Can işan bud در دریای جود. Vəli onlar vardılar. O kəramət və cud dənizində və dəryasında bunlar üzürdülər orada. پیش از این تن عمرها بگذاشتن. قبل از اینکه bunların bədənləri yaransın, ruh surətində, ruh qalibində bunlar ömürlər keçirmişdilər. پیشتر از کشت برداشتند. Baxasınız da bu təbirlərə, paradoksikal təbirlərə.
Əkin olmamışdan qabaq bunlar meyvəsini götürmüşdülər. Piştər az nəqş can pəzrufdən. Ruh gəlməmişdən qabaq bunlar qalibləri götürmüşdülər. Bədənlərcə. Piştər az bəhr dorha sofdən. Amma morvaridi dəryadan götürmək olar. Dəryasız bunlar morvaridə əl tapmışdılar. Məşvərət mirəf در ایجاد خلق. Canışan در بحر قدرت تا به حلق. Aləmi yaratmaqda Allah bir şura geçdi orada. Quranda da ki gəlirdi o Bəqərə surəsində ki mən istəyirəm bir insan yaradam. Firiştələr orada etiraz edir ki, bu nədir yaradısa bunlar? Qan tökəcəklər bunlar, fəsad eləyəcəklər. Mevlana ona işarə edir. Məşvərət mirəf در ایجاد خلق. Canışan az بحر قدرت تا به حلق. Bu pirlər o Allahın yanında deyə oturmuşlar oradaydılar. Çon mələik maniyan mişödən, mələik qoymurdular ki insan yaransın. Bər mələik xofya xombək mizədən. Bunlar firiştələrə gizlincə gülürdülər. Xofya xombək mizədən, yəni məsələn gizlincə gülmək, nəinki qəhqəhə çəkmək. Elə məsələn büdü çəkiblərlə aşağı gülür deyə bunlara. Bunlar məsələn düşünmürlər ki kimlər gələcəkdir. Hansı böyük ruhlar gələcək aləmə ki aləm onlara güvənəcəkdir. Xob, بعد مولانا bunu çox tozih verir. Elə dastandan gördünüz də 2-3 beyt gəldi, fौरən girdi nə məniyə? O əsli sufini aşmağa ki, sufi nə mənədir? Sufi hansı yolu gedəcəkdir? Halqe an sufiyan mustafid چون که از وجد و طرب آخر رسید. وقتی که bu sufilərin həlqəsi axırlarına çatdı, xan بیاوردن بهر میهمان. Az bəhimə yad averdan zaman. Süfrəni açdılar ki, çörək yesinlər orada. O sufi ki gətirmişdi, o heyvanını tafşırmışdı o xadimi xanıqaha. Bir ləhsə yadına düşdü ki, olmuyor bu mənim heyvanıma orada bir şey verməyə. گفت خادم را که در آخر برو راست کن بهر بهیمه کاوجو. Keçinən axura mənim bu heyvanıma da bir arpadan, samandan bundan bir şey vereceğim. گفت لا حول این چه افزون گفتن است. لا حول یعنی لا حول ولا قوة الا بالله. Bunun ixtisarıdır. İxtisarını Mevlana la havl gətirir. Təkcə kəlamdır. Yəni mənası da budur ki, heç qüdrəti balatər az qüdrəti Xudavəndi yoxdur. Bu nə deməkdir? İnçə əfzun qufdur. Az qədim این کارها کار من. qədimdən mənim işlərim elə budur ki, hər kəs gələr heyvanını tapışlar mənə, mən ona yetişərəm. گفت ترکن آن جوش را از نخست کان خر پیر است و دندانهاش سست. Amandır ha, mənim o eşşəyim Həzrət İsrəmdə ki, Mevlana ilə bunu işlədər ha. Qocadır, arpasını islat versinə. Həylə verərsən dişmişini onun sındırar. Dişləri zəifdir. Kan xəri pir است و دندانهاش سست. گفت لا حول این چه میگویی مها. مه یعنی بزرگ. بزرگا ای böyük insan. Bu nədir axı sən deyir. Az mən amuzənd in tərtiba. Hamı bundan məndən öyrənər. Tərtib yəni nədir ona yetişmək. Gələr mənim yanımda buna kilas keçidərlər, dövrə keçidərlər. گفت پالانش فرو نه پیش پیش. Yetişdin ora tez palanını götürün. Amandır o palan ağırdı ona zəf getməz. Daruy mənbel beneh bər puşt eriş. Mənbel bir dənə dava adıdır ki bemurur ki o heyvan yeriyir məsələn bədəni yar olanda onu sürtəmişlər ki onun yarası yaxşı olsun. O mənbel davadan da deyib bizlərə sürtünən onun yarasına. گفت لا حول آخره حکمت گذار جنس تو مهمانم آمد 100,000. Deyir axı sən mənə niyə bu cür hikmət öyrədirsən? Sən kimin adamlar, minlər, yüzlər qonaqlar gəliblər mənim yanıma. Bunlar nədir sən mənə deyir? Cümlə razı rəftənd az پیش ما. هست مهمان جان ما و خویش ما. Hamısı razı gediblər. Qonaq mənim canımdır, mənim gözümdür, ola bilər məyəm? گفت آبش ده ولیکن شیرگر. Su verirsən, amma velər su. Şirgər yəni süt kimi, nə soğuq, nə çox issi. گفت لا حول از تو ام بگرفت شرم. Utanıram da sən mənə bu cür
sözlərdəysən da mən səndən utanıram. Gofت اندر جو تو کمتر کاه کن. Arpasına saman çox az qatçınan. Gofت لا حول این سخن کوتاه کن. Demədə mən bilirəm bunları. Gofت جایش برو بر سنگ و پشک. Daşmaş yatacaq orada, onunla təmizləcnən ha o. Vər بود تر ریز بر وی خاک خوش. Yeri yaş olsa biraz quru torpaq dökünə olur. گفت لا حول ای پدر لا حول کن. با رسول اهل کمتر گو سخن. Axı mən bu işin əhliyəm da, mənlə bu sözlər demək yaxçıdır, caizdir. Gofت بستان شانه پشت خر بخار. Bir dənə də daraqdan zaddan tapşınan, onun bir kürəyini də bir yalandan bir qəşo elə, qaşıcına. گفت لا حول ای پدر شرمی بدار. خادم این را گفت و میان را بست چست. گفت رفتم کاه و جو آرم نخور. Da mən getdim. Gedirəm arpa saman dalsıza ki, sən heyvana yetişəm. Amma elə yetişməklə oldu ki, o sözü dedi da. رفت خادم جانب اوباش چند. کرد بر اندرز صوفی ریشخند. Getdi 3-4 dənə lat ərazili o başın yanına. Onlarla məşğul oldu söhbətə. Heç elə bir bu heyvan sahibi buna bu sifarişlərsən eləməmişdi ki, get ona yetişin. صوفی از ره مانده بود و شد دراز. خوابه ها میدید با چشم فراز. فراز یعنی açıq. İki mənası var. Həm də mənə bağlıdır, həm də mənə açıq. Burada açıq mənası. Açıq gözünən bu sufi yuxular görürdü. Bir dənə yuxu görür ki, kan xərəşlər çəngi qorg imandı bu. Bir canavarın əlinə, bir qurdun əlinə düşüb, bunun eşrəyi. Parha az پشت رانش میلو. Bunun yanından, bunun qarnından bu canavarlar həmlə edib hərəsi bir dişə qoparır. گفت لا حول این چه مالی خولیاست. Bu nə kavusdur, nə kabusdur, mən görürəm. Ey əcəb, an xadimi müşfiq qoca. Bu ürək yanan xadim hayanda qaldı ki mənə. Yuxuda görür bunu. باز میدید آن خرش در راه رو. گه به چاهی میفتاد و گه به گو. Baxırdı gördü baba, eşşəy bir quyuya düşür, fazlaba düşür, fuzulata düşür. Qunəqun midid naxoş vaqe. Fatihə میخواند و القارعه. Gah sure Fatihəni oxurdu, gah Qarəni oxurdu. Qarə o qiyamət surəsidir. Elə məsələn qiyamət bərpa olubdu. گفت çare چیست؟ بله. Da به هر حال yuxunu təvsif eləyir da. O yuxunu təvsif eləməyi ki, elə bir səhnə yaranıb ki, bunun əzizlərin mövcudunu orada əlindən alıblar, canavarlar hərə bir tərəfdən qopardır. Qiyamət elə bir ittifaq düşüb. Bəli, ola bilər. Bəli. گفت چاره چیست یاران جستند. رفتند و جمله درها بستند. Yuxudan durur görür ki, bəli də xanəgahda bu təhq qalıbdır, hamı gedibdir, qapılar bağlı. باز می گفت ای عجب. Baxın görün də indi burada məsələn Mevlana nə cür rəvan şinaxtı bunu təhlil edir. O sufinin dilicə. Sufi özünə deyir ki, باز می گفت ای عجب آن خادمک. نه که با ما گشت هم نان و نمک. Axı o xadim bizdən duz sürək yemişdi axı burada. من نکردم با وی لا لطف و لین. او چرا با من کند برعکس کین. من faqat buna məhəbbət eləmişəm. Ayrı bir şey olmayıbdı. Bu niyə mənlə çiynə saxlayıbdı. Hər ədavət ra səbəb باید sənəd. Hər düşmənçəliyə bir sənət lazımdır. Yəni illət lazımdır ki, biz deyək, bu illətə görə mən düşmənçəlik eləyirəm. Vərnə cinsiyyət vəfa təlqin qılır. İnsanlar üçün insandılar, bunların cinsiyyətin içindən vəfadarı tolid olur. Ens, Mevlana istəyir üçün oynasın, kələməni. Ens yəni ənis. Ənis yəni mənus olmaq. Yəni bir-birlərinə bahəm olmaq. Yəni bir-birlərinə vəfadar olmaq. Başdan insan yəni bu. Yəni vəfadarı. Nəcür ola bilər bu düşmən olsun. Gənə cavab verir özünə, baxın. باز می گفت آدم با لطف و جود. آدم یعنی حضرت آدم. حضرت آدم لطف و جودundan کی بران ابلیس جوری کرده بود. Şeytana bu nə zülm eləmişdi ki, o şeytan oyununa cəhdi bunun başını. Ora çəkir apar.
آدمی مرمار و کژدم را چه کرد؟ کو همی خواهد مرو را مرگ و درد. İlanla əqrəbə məsələn, ilanla insan nəfslik eləyibdir ki, fürsət tapsa məsələn, insanı ayaqdan salar. Buna görsün suallardır, soruşur, özü də cavab verir. Qorq را خود خاصیت بدریدن است. این حسد در خلق آخر روشن است. Cavabını verir. Deyir, necə qurdun ya canavarın xasiyyəti yırtmaqdır, bu əslən həml eləməkdir, bir dənə heyvanı ayaqdan salmaqdır, bu əslən bunun kəmalı bundadır. İnsanda da həsədi və hisadəti qoyublar. İnsan həsadətdən əl götürə bilənməz. Çox-çox çətindir. O qədər gərək riyazətهای əxlaqı çəkə ta hisadətdən əl götürə bilənməyə. Sadədir məsələn. Tərəf maşını alıbdır, mənim maşınım olmaz. Tərəf rütbə gəlib ona, mənə gəlməz. Tərəfə məsələn dəmənə veriblər o zətlərdə gəhra bizlərə idarələrdə. Təşviqə, mənə gəlməyib məsələn. Bunu təhəmmül eləmək hər kəsin işi deyil. باز می گفت که نه جواب باز می گفت özünə deyil. این گمان بد xətadır. Mən niyə bu cür öz dostuma belə fikirləşəm? Bəlkə o cür deyir. Bər bərabər این چنین زنم چراست. Öz qardaşıma mən bu cür niyə fikir eləyim axı? باز گفتی حزم سوء الظن توست. Gənə öz intiqadına, öz sualına Mevlana özü cavab verir. Deyir axı, siz mənə bilmisiniz ki, insan gərək hazım ola. Hazım bahay huddi ha. Həzm ola. Həzm yəni durəndişidir. Mevlana deyir, həzm yəni su'uzzən. Yəni bəzi şeylərə sən gərək su'uzzənin ola. Su'uzzən tapasan ta gedə əsalət isbat ola. Həzm su'uzzən توست. Hər ki bədzən نیست کی ماند درست. İnsanda su'uzzən olmasa deyir, özü heç vaxt salim qalanmayacaqdır. Bu da bir dənə teoridir. Fikirləməyin ki, məsələn, bunun üstündən sadə keçəcəyik. Bəli. صوفیان در وسوسه وان خرچنان که چنین بادا جزای دشمنان. آن خر مسکین میان خاک و سنگ کش شده پالان دریده پالهنگ. O da elə eşşəyə üzrə ötürübdür axırda. Nə palanını götürüb, nə daşını təmizləyib, nə buna qəza verib, arpa saman verib. Orada indi توصیف eləyir bunu. کشته از ره جمله شب بی علف گاه در جان کندن و گه در تلف. Nə otu vardı, bu səhərə kimin canı bunun boğazından çıxırdı. Xər həmə şəb zikr mi کرد ای اله. Səhərə kimi bu eşşək əlim tutmuşdu göyə. Allah'ın razı niyaz eliydi ki خدایا جو رها کردن کم از یک مشت کاه. بی ovuş mənə saman versinlər. Arpanı mən istəmədim, mənə verelim. با زبان حال می گفت ای شیوخ رحمتی که سوختم زین خام شوخ. خام şux mənzur o xadimi deyir ki, xadim orada. Ey böyüklər, mənim dadıma yetişin. Mən bunun əlindən də kül oldum. Anki an xərdid az rənc و əzab. مرغ خاکی بیندن در سیل آب. Gör nə təmsil və təşbihə baxın heyvanın barəsində. Deyirlər bir dənə toyuq bir yerdə yatıb, deşinir. Bir ləhzə bir sel gəlir, bunu götürür göyə. O ləhzəni adam təsvir eləyəndə ha, zeynində. Buna umumən Mevlana görüb ha, o məsiri ki, məsələn, gəlibdir Bəlxidən ta keçə gəlsin Quliyyə və Asiyayı Səğrə varid olanda o məsirlərdə bunları tək-bətək görür ki, nədir? Məsələn, toyuğun deşinməsini. Ya məsnəvdə var ki, məsələn, heyvanlar bir yerdə yığışırlar, məsələn. Bunların çoxlarını görür orada. Təsvirə çəkir orada. Çون teori پردازdır Mevlana. Mevlana xəbərهای şəfahini, əxbar folkloriki gətirməkdə bir dənə ustad tamam əyardır. پس به پهلو گشت آن شب تا سحر آن خر بیچاره از جوع البقر. Acından elə bir cür yanı üstə bu yatmışdı. Ruz şud. Xadim biyamad bamdad. Günüz oldu. Xadim sübh əvvəl vaxt gəldi. Zud palan cost bər poştaşına. Palanı tez tapdı o tərəfdən bu tərəfdən. Tez qoydu eşşəyin belinə.
xərfuruşanə dösə zəxməş bezən. Elə bir necə o eşəklərin bazarında məsələn apararlar, görərlər. Bu eşək diri başlayır, yox bir dənə şallaq çəkərlər, bir şifkə ilə məsələn vurarlar bunun belindən çürük, bunun əksül əməlinə baxılacaq, diri başlayır, yox bəzi heyvanlar. Siz getsəz məsələn görəsə heyvanın ağzını açıblar, məsələn dişlərinə baxırlar, sağırlar. Görərlər məsələn bu dişindən bilirlər ki, bu neçə doğardır, neçə məsələn zad eləyən. Bu özü də əslən elmdir, əslən də hərfədir. Ki çodarlar məsələn bu işləri görərlər, hərfi baxarlar. Xoş, bu deyir ki, elə məsələn eşək satmağa aparırlar. Bir iki dənə də buna hələ bir ağac vurdu. Kərdi bav xər ançə zan səg mi səzəd. Burada itinlə eşəyi Mevlana müqayisə elədi. Yer var ki, Mevlana itə aparar göyə. Burada çün orada istəyir müqayisə eləyə, deyirlər necə qapıdan girəndə məsələn bir nəfər görürsən bir dənə itə bir təpi vura deyəsən bir geç bir yana elə mən geçim içəri təhqir üçün. Deyir bu da yine eşəylə bir cür rəftar elədi. Xər cəhəndə gəşt az tizi yemiş, ku zəban ta xər بگوید حال خویش. dili yoxdur ki desin. چون که صوفی برنشست و شد روان elə ki otdu o sufi o eşeğin belində ki hərəkət eləsin. Ruh در افتادن گرفت او hər zaman. Elə kəlləsi üstə yıxıldı yer. Yıxılan kimi xop o minəni də yıxırdı yerə. Hər zamanش خلق برمی داشتند. Cümle رنجورش hemi پنداشتند. Oradakı olan, ətrafdakı olan adamlar tez yığışırlar və eşeğe qalxızırdılar. Görək ki, nə olub bu? Dizi əsdi bunu yıxdı yerə. Dursun ayıq. An yeki guşəş hemi پیچید سخت. Biri gəldi tez bunun qulağından yapışdı bir burdu eşeğin ki bir dursun bir takan yesin. An deger der zir qavməş جوست لخت. Biri ayağının o dırnaqlarının arasına baxdı ki görüm olmuyor burada bir daşmaş geçib kıçını qoyanmır yerə. Vandeger der nəli umi جوست سنگ. Vandeger der çeşmi umi did زنگ. Bir gözünə baxırdı görüm gözündə bir şey yoxdur. باز می گفتند şeyh این ز چیست. Hamı gəldi bu sufinin üstünə ki bu dəlli nədir, bunun illəti nədir? Dinə mi gofti ki şükrin xərqəviz. Dünən yadında dərdimə demirdin. Şükür Allah'a ki mən bir dənə çox qəvi bir dənə eşyəm vardı. Allah mənə bu neməti veribdi. Şükür eləydin ona. Bəli, düz deyirsən. Amma ki mən sənə deyim illətinə mənədir. Bu 2 beyt axırıdır da bu nağılın axırı. Buna qəşəng qulaq asın. گفتان خر کو به شب لا حول خرد. خرد یعنی خورد. یعنی نه من خانم قریبه. گفتان خر کو به شب لا حول خرد. یعنی خورد. گفتان خر کو به شب لا حول خرد. جز بدین شیوه نداند راه کرد. یعنی نه o eşeği ki gecədən ta sübhə qədər la havlə və la quvvətə illa billah yesə arpa saman əvəzinə bundan artıq da ondan intizam olmaz. Cöz bedin şive نداند راه کرد. bundan artıq intizarın olmaz. Çünki qut xər به شب لا حول بود. Bunun qəzası vaxtı ki la havlə və la quvvət illa billah. Mən ona nə deydim? O deydi la havlə və la quvvət illa billah. Şəb musabbih بود و روز اندر سجود. Gecə bu təsbih eləyəcəkdi. Sübh də mənim gözümün qabağında səcdiyə gedəcəkdi. Pəs bu belə ola bilər. Mevlana deyir ki آدمی خارند اغلب مردمان از سلام علیکشان کم جوامن. Bəzi adamlar adam yeyərlər. Bunlardan salam verməkdən də deyir uzaq gəzməlisən. Xadim istəyirsən. خانه دیو است دلهای همه. کم پذیر از دیو مردم دمدم. Bəzi ürəklər ürək deyirlər. Orada div, iblis orada yuvalayıbdır. Ondan sən uzaq gəzməlisən. Xoş. Pəs kulli söhbət bu nağılda Mevlana istəyir gətsin nə desin bizə? Hə?
İstəyi nədir? Bir dənə dərslərindən biri budur ki, hər şey gərək öz yerini tapır. Eşşək la havlə və la quvvət illa billah istəməz. Arpa saman istər. Onu gəh verəsən. Onun yeməyini gərək təmin edəsən. Yaxşı? Bu az tərin bəhrəd almaq olar. Bu nağıldır. İkincisi də budur ki, hər insana hər şeyi biz tapşırmamalıyıq. O insani ki, vaqəən biz itminanımız var, ona tapşırmalıyıq. Ayrı dərslərdə siz mənə deyə bilərsiniz. Bu nağıldan nə bərdəşt edirsiniz, onu deyə bilərsiniz. Mən eşidə bilirəm. Elm okumanın oğala yetişənməsi arif olsun. Elm okumanın arif olsun. Bəlkə ürəyəcək Allah'ın. Nağılı deyirəm ha, nağıla bax. Bəs Sufinin nağılında. Xoş. Nə mənədir xanımı? Xoş. O son fikr eləyin də hələ klasın. Söhbətlərimiz hələ qutulmayıb. Xeyr. Bizim müştehidlərin içində də ariflər varımızdır. Umumən o mərahilə gedənlər elə o mərhələyə də neynirlər, əl tapırlar və yetişirlər. Mesela Ayətullah Bəhcət kimin adam, Ayətullah Əraki kimin adam, Xuda Həzrəti İmam kimin adam. Bunlar biz bunlar Ayətullah təba kimin adam. Bunlar در این اینکه جایگاه اجتهاد داره و مرجع لوارده bunlar به درجه عرفان da yetişmişler. خب من اجازه istəyəcəyim bir miqdar usul və məbani təsəvvüfün barəsində də sizdən danışam. Yavaş-yavaş söhbətlərimizi qutaraq da bu işdə. Muvafiqsiniz də? Bilirsiniz, demək olar İslamın ömründən 14 qarnıda keçir də. Bu 14 qarnıda İslam bir coğrafiyayı və iqlimi babətdə genişləndi. Afrikadan, Asiyadan, Orta Asiyadan, Asiyayı Cənub Şərqidən, hətta Avropanın özündə bir para yerlərə nədir, əl tapdı. Ona görə biz əgər ikinci sədəyə baxsaq, orada görürük ki, bu təsəvvüf ya bu irfan İslami camiələrdə saxtarlarına bir dənə böyük əsər bağışlayıbdır. Bu əsərləri biz iqtisadi, fərhəngi, hətta siyasi hövzələrdə də görürük. Bu təsəvvüfün həqiqəti ibarətdir bu ki, biz İslami vəhyin içərisinə nüfuz edirik və bunun içərisindən bir para qovhərləri və cövhərləri kəşf edirik ki, bu qovhərlər və cövhərlər İslami hünərdə, İslami fikirdə, fəlsəfədə, şeirdə, musiqidə, memaridə, çoxlu bəxşilərdə neynir? Əsərini qoyur. Əgər biz çox o məruf yazmalara baxsaq, ərəb dilində, fars dilində, türk dilində, İslami dillərdə, xüsusən şeir qələmruvunda, şeir sahətində baxırıq görür ki, bunların ümumiyyətlə təsəvvüfdən əsər alıblar və irfandan əsər alıblar. Ona görə İslami fəlsəfi əsərlərimiz, Sohraværdinin əsərləri, Molla Sədranınki, Molla Hadi Səbzıvarının əsərləri, bunlar bir əsərlərdirlər ki, Sufiyənin düşünməklərindən, Sufiyənin fikirlərindən bunlar neyniyiblər? Əsərləri alıblar.
Amma bu həqiqət, bu mənəvi həqiqət tənha ictimai və fərhəngi bəxşidə xülasə olunmur. Bəlkə təsəvvüf bir dənə özünə hədəf tutur. O hədəf ibarətdir bu ki, bu nəcür eləyə bilər, həqqə çatsın. Həqqə çatmaq, həqqə tanımaq fəlsəfiyə mərbut olur. Həqqə çatmaq irfana mərbut olur. Təsəvvüfa mərbut olur. Ona görə görürsünüz ki, Mevlana deyir ki, گر دخان او را دلیل آتش است اگر tüssü onu aparır oda sarı گر دخان او را دلیل آتش است بی دخان ما را در این آتش خوش است. Biz tüssüsüz odun içində həvəsdir. Yəni oda yetişmişik. Pəs əgər mən istəyəm irfanla fəlsəfənin arasında bir dənə böyük fərqi yaradan budur ki, fəlsəfə istəyir həqqi tanısın, irfan istəyir ki, həqqə çatsın. Pəs vusul və haqq, rəsidən və haqq nə mənadır? Hədəf irfan ola bilər. Pəs irfan ondan nəzərdən tərdir da. Təqdim və təxir ki, burada qalulanmanır. Biz hədəflərini deyirik. Bəli da. Hala bir didgah odur ki, xanım buyurdular ki, gərək əvvəl tanıya, sonra gedə çatada. İndi bu tanımağın özündə də ixtilaf var. Tanımaq kimi cəhət tanıya? Xoş, yolları tanıya, yoldaşları tanıya, müəllimləri tanıya, pirləri tanıya. Yox, irfan deyir, bəli, biz də tanımaqdan deyirik. Amma sən özü tanımalısan əvvəldə. Birinci qədəm özü tanımaqdır. Ta zamanı ki, sən özü kəşf eləməyəsən, özü tapmayasan və özü tanımayasan, sən heç vaxt yola gedəməyəcəksən. Mən ərəfə nəfsə, fəqət ərəfə rəbbə. O ki, özünü tanıdı, onu neynədir? Tanımalıdır. Pəs bənabərin, bəli, burada da tanımaqdan söz gedir. Amma kimi və nəyi tanıyacaqsan, irfan burada da sənə yol göstərir. O nədir? Özüyü tanımaqdır. Sən özüvə gələndə, vaxtı ki, özüyü istəyirsən, tanıyasan, irfan burada sənə qapılar açacaqdır, dünyalar göstərəcək. Elə gözəl yerlərə aparacaq ha, səhət axırda deyəcək ki, bağı səbz eşq, kubi müntəhaz, göz qəm o şadi در او بس میوه‌هاست. Burada qəm o qüssə yoxdur. Burada sərasər eşq o səfadır. Burada siz özünüzü istəyəsiniz, kəşf eləyəsiniz. Mevlana deyəcəkdir ki, bir dənə böyük dünya ilə müvacihsiniz. Bir kiçik dünya deyil. Ətəzəmu ennəkə cermun səfirun və fikəl təvəl aləmul əkbər. Sən fikr eləyirsən ki, böyük, balaca bir cismisən, əslən öcürdə. Sənin içərində böyük bir dünya gizlənibdir. Ged o dünyaları kəşf elə. Öz içəriyi tapçınan, öz içərindəkilər tapçınan. Orada yollar var, orada qapılar var, orada böyük yollar var, kaxlar var, qəsrlər var. Ged bir onları neynəcə tap və aşınan. Onlara qonaq olcunan, orada otucunan. Orada səndən pəzirayilər olunacaqdır. Yaxşı? Pəs, təsəvvüf İslami vəhyin damənində Həzrəti Muhammed şəriətinin əsasında başlanır. O bəndələri ki, bu dünyada istirlər ki, məşuqu əl tapsınlar, bunların qabağına bir dənə yolu mərif eləyir, yolu görsədir, benamı təriqət. Bu təriqət həmandır ki, şəriətlə həqiqətin ortalığında qərar tapır. O şeydir ki, həman Şeyx Məhmud Şəbistəri deydi ki, şəriət, pus, məğzamət, həqiqət, miyan, in, an başət, təriqət, şəriət o təriqət o həqiqət ki, bizim ariflərimizin sözləridir. Təriqət şəriətinlə həqiqətin ortasında olur. Bu təriqət həman yoldur ki, bizi yığdılar o qədimul əyyam zamanda, o zaman ki, bizlərin bədənləri hələ şəkil tapmamışdı. Bizə dedilər ki, ələstu bi rəbbikum, aya mən sizin Allahı izləyərəm. Bizim o cəvhərəmiz, bizim o qovhərəmiz, bizim o fitrətimiz, hamısı orada bağırdılar, çığırdılar və dedilər ki, qalu bəla, hamısı dedilər, bəli, biz oyuq.
sən osan, sən bizim Rəbbimizsən. Təriqət deyil, ona yol tapır. O ayəni neyniyir burada? Açıqlayır və göstərir. Pəs təsəvvüfün başlanması Qur'anın içərisindən olan o meydan və o sahətdən başlayır. Peyğəmbərin içərisindəki olan həqiqət ki, biz onu vilayət bilirik, həman ki Allah tərəfindən ona verilibdir. O həman irfanda təht ünvanı bir dənə həqiqət adlanır. Həqiqət bizim irfanımızda, İslami irfanımızda, yəni vilayət əl tapmaq. Vilayət həmandır ki, o nirudur, o enerjidir ki Allah tərəfindən Peyğəmbərə verilibdir, ona verilibdir. Ki vasitəyi feyzdir. Peyğəmbər ki həm nəbidir, həm vəlidir. Peyğəmbər öləndə bunun nübüvvəti qutulur, amma vilayəti heç vaxt qutulmur. Bunun vilayəti həmişə idamə tapır. Bunun vilayəti mənəvi nirularla məxsus bir para onun dostları, onun səhabələri, onun yarlarına müntəqil olur. Az cümlə ən mühüm və önəmli və dəyərli şəxsiyyəti ki, İslam təməddünündə vilayət ona Peyğəmbərdən müntəqil olubdur, Həzrət Əlidir. Ona müntəqil olubdur. Biz buna etiqadımız vardır. Bəzilər mütəqiddir ki, xub, biz şiə ki, xub, imamana mütəqidik, ondan əlavə bər o, bir para şəxsiyyətləri məsəl Həsən-i Bəsri, məsəl Cüneyd-i Bəğdadi, bir paralar vardılar ki, bunlar da o azaraq, o niruy vilayətdən bunlar bəhrəməndirlər. Hətta imamların öz içərisində, bizim öz imamlarımızın içərisində də bir para xas bir imamlar, İmam Cəfər-i Sadiq və İmam Rıza bu qəziyyədə neynirlər? Çox rəhli görürlər. Həsən-i Bəsri'nin özü Əraqda sakin imiş. Ondan sonra ki, yavaş-yavaş Əraq ölkəsi ya Beynun-Nəhreyn bir dənə böyük bir mərkəzi təsəvvüf və irfana təbdil olur. Mən 2-ci qərindən danışıram ha sizə hələ, yəni tərtib ilə gəlirəm. Elə məsələn İslam keçib qarni dovvum-i hecriyə, dovvum-i hecridə nə ittifaqlar düşür? Yəni dovvum-i hecridə yavaş-yavaş şəxsiyyətləri məsəl Həsən-i Bəsri tapılır, Əraqda neynir? Bəğdadı təbdil edib bir dənə mərkəzi təsəvvüfa. Xoş. Orada böyük və məşhur ariflərimiz, məsəl Rabi Ədəviyyə ki, ondan ad apardıq, Əbu Haşim Sufi Kufi, Cüneyd, bunlar neyniblər? Sufiyənin böyük şeyxlərindən və pirlərindən olublar. Cüneyd həmandır ki, məktəb-i Bəğdadın böyük olubdur. Mən indi söhbətlərimdə işarə eləyəcəyəm ki, bizim 2 dənə böyük məktəbi təsəvvüfümüz olub. Bir məktəbi Bəğdaddır, bir məktəbi Xorasandır. Cüneyd Bəğdadda zuhr eləyib, Bayezid-i Bəstami Xorasanda eləyib. Bunların da özlərini olurlar qutb və bunların şagirdləri neynir? Get-bəcət törənir, böyüyür, yavaş-yavaş gəlir məntəqəyi Azərbaycana. Azərbaycanda da bir məktəb düzəlir ki, Şəms-i Təbrizi orada gəlir. Və nəhayət bu məktəbi aparır, güllə kimi Mevlana'ya çırpır və Mevlana'nı Türkiyədə neynir? Mütəhəvvil edir. Mən istəyəm onların barəsində sizinlə danışam. Hər halda bizim bəzi ərəb sufilərimiz və onların çoxlu şagirdləri Əbul-Hüseyn Nuri kimi, Hüseyn ibn Mənsur Həllad kimi, bunlar düzdür Bəğdaddanıdırlar, amma İrani idilər. Yəni İrani ariflər ki, İranda idilər, amma Bəğdad məktəbinə bağlıntılar var idi bunlar. Xoş, o zaman ki, Bəğdad məktəbi Əraq bölgəsində şəkli tapır, ikinci təsəvvüfdə böyük məktəb həmzəman ilə o Xorasanda neynir? Şəkil tapır. Orada o bölgədə böyük şəxsiyyətlər
Şəqiq Bəlxi, İbrahim Ədhəm, bunların ən böyükləri Bayezid Bəstami neynirlər burada? Zuhur eləyirlər ki, biz bunları cüzü buzurqan təsəvvüf tanıyırıq. Bu məktəblə Məktəb-i Bəğdadın bir azaraq fərqləri də var idi. Bizim irfanda 2 dənə nüştəmiz vardı, istilahat irfanıda. Bir dənə səhv varımızdı, bir dənə sokr varımızdı əzizlər. Səhv yəni bidari, oyaq qalmaq, sokr yəni məsti və bihoşi. Ona görə irfanı bəziləri bölərlər 2 bəxşə. İrfan səhvi, irfan sokri. Səhv yəni basaddır da, yəni hoşyari və bidari. Bəli, sokr yəni məsti, eşq و məsti. خب əgər deyir ki Bəğdad səhvə sarı gedirdi, Xurasan sokra sarı gedirdi. Be səmt eşq و məsti neynirdi? Bu məktəbi o səmt aparırdı. Ona görə bu şəxsiyyətləri ki mən ad aparıram, Əbulhəsən Xərqani, Əbu Səid Əbulxeyr, Əhməd Qəzzali, Eynülquzat Həmədani, bunlar düzdür Xurasan məktəbinin içindəydilər. Nə tənha bu şəxsiyyətlər irfana böyük təsir bağışladılar, Fars ədəbiyyatına da böyük əsər bağışlayıblar. Yəni bunlar Fars ədəbiyyatında elə qələmlər vurublar, elə əsərlər yaradıblar ki, Fars ədəbiyyatını neyiblər? Qəniləşdiriblər. Bunların əsərləri İslam genişləndikcə Orta Asiya, Şərq Asiya hətta gedib buralarda da özlərini görsədibdir. Yavaş-yavaş siz gəlsəz qabağa sarı görürsünüz ki Sənai, Əttar, Mevlana, Fars ədəbiyyatında, irfani zəminələrdə bunlar olca yetişirlər. Yəni elə qələmlər vururlar ki, biz görürük ki, onları biz ədəbiyyatdan silək və götürək Fars ədəbiyyatında bir şey qalmayacaqdır. Bəli. Bəli. Atın üstündə gördülər. Bəli. Peyğəmbər özünü böyüdürdü. Ayəsi yadında olmuşdu. Bəli, bəli, ölçürdü. Bayezid Bəstami. Peyğəmbər özünü kiçildirdi. Bir də Hindistan xalqında Bayezid böyüdürdü özünü. Bəli. Bəli, axı Bayezid özü böyücüydü da. Bayezid. Bilirsiniz, İslamın genişlənməyi tənha oruç namaz tutmaqla dərdi ki, məsələn bir də görələr ki, oruç namaz tutdular. Tənha qılıcla da dərdi ki, fəth eləyələr. Əlbəttə bu xəlifə-i dovumun sözüydü və düz təhlil idi o zaman. Elam elədi ki, əgər İslam Şibə Cəzirə Ərəbistanda qalsa boğulacaqdır. Biz İslamı boğulmaqdan qurtarmaq üçün gərək neyniyək? Ayrı bir iqlimlərə, bölgələrə, ölkələrə getməliyik. Bu Ömərin tezi idi və düz tezi idi və düzdür. İslamın eynədi ixtilafatı qəbiləcidən çəhdişiyə bir tərəf Afrikada rüşd elədi, bir tərəf gəldi İranda, Avropada, hər yanda çəkil get. Muntaq bunun rüşd eləməyi hamısı qılıncla, qəlxanla, bunlarla dərdi ki, ariflər tapılırdı, kəramətləri görsədirdi. O kəramətlərə gördün, neçə min nəfər cəzb oldular, getdilər. Dedilər, bu arif, İslamı arifdir, özündən bir kəraməti görsədir. Məsələn, suyun üstündə yol yerir, məsələn, görsədir. Baxçı? Bəli, o kəramətlər ki, bunlardan görürdülər, bu kəramətlərin sayəsində neçə min nəfər baxırdı buna, müsəlman oldu. Əsən, Hindin özündəki bir beləlimizin müsəlmanımız var, Malezidir, Hindidir, Endonezidir filan. Bunlar umumən به خاطر nə mən olubdur? Be xatir kəramətləri ki, o şeyxlər və suflər və qutblar eləyiblər. Hamısı ilə Məhmud Qəznəvin cəngi ilə olmayıbdır ki, Nadir Şahın cəngi ilə olmayıb ki, İslamı ora aparsın. O cür bir ittifaq düşməyib. Ona görə biz
hələ də oxuyanda, gənə də biz oxuyanda görürük ki, Əbu Nəsr Sərracın Lumə kitabı, Əbu Talib Məkkinin Qutul Qulub kitabı, Əbul Qasım Quşeyrinin Risalə-i Quşeyriyyəsi hələ-hələdə də gənə çoxlu oxuyanları vardı. Elə irfanda da bunlar oxuyurlar, ədəbiyyatda da oxuyurlar, ilahiyyatda da oxuyurlar və akademik təhsilatdan çıxsaq işiyə də onlar işi firqəha və nehləhay irfana varid olurlar. Onlar hamısı bu kitablardan bir növi bir ittila deyirlər. Biz yavaş-yavaş görürük ki, Fars ədəbiyyatı, Fars dili təsəvvufun təlimi surətinə keçir. Yəni təsəvvufu bərəncə istəsinlər, öyrətsinlər. Buna bir dil lazım olur. Dillə hansı dillə biz bunu öyrətməliyik? Ümumən bu 3 dənə dildə çoxtər rüşd tapır. Biri Farsdır, biri də ərəbdir və biri də türküdür. Mən bunlara işarə eləyəcəm. Məsələn, Kəşfül Məhcub Hocviridən Risalə-i Quşeyri ərəbicə yazılır, amma tərcümə olunur. Onun tərcüməsi ilə güclü olur ki, cəhər öz yerini tapır. Xacə Abdullah Ənsari özü farsıza yazır. Məsələn, onun niyayişlərini, onun dualarını oxusaz, məsələn, deyir ki, nə mənə dualarından deyim. Oxuyun. Xudaya andeh ki, ambe. Görürsünüz, bunu farsıca yazılır da. Yəni, bir dənə qıssa bunun cümləsidir. Andeh ki, anbe. Bu cür bir irfani cümlələr deyil, Fars ədəbiyyatının neynədir? Fars dilində yazıldı və bunu genişləndirirdi. Əhməd Qəzzalinin Səvanih kitabı məsələn. Bu bəxşidə çoxlu əsər qoyulur. Hər halda qabağa gəldikcə biz 5-ci qərnə varid olanda görürük ki, təsəvvuf elmi saxtarlara girir. İslam dünyasında yavaş-yavaş bir dənə akademiyə təbdil olur ki, bunu öyrənmək lazımdır. Yəni bir dənə məktəbxana olur ki, buna amuzişay nəzəri gərək verilsin. Buna görə bir para ariflər və dini alimlər İmam Muhammed Qəzzali kimin adam gəlir İslam dünyasında, təsənnün dünyasında hər hansı şəriətlə təriqətin arasında bir dənə barışmaq da yaratsın, gəlir İhya Ulumuddin kitabını yazır. İhya Ulumuddin bir dənə gözü o böyük kitablardandır ki, İslam dünyasında yazılır. Bu kitabın əhəmmiyyətində deyirlər ki, əgər Peyğəmbər gəlməsəydi, İhya Ulumuddin qalsaydı müsəlmanların hidayətinə bu kitab kafiydi. O qədər bu əzəmətli bir kitab. Məxsusən təsənnün dünyasındakı İhya Ulumuddini məsələn pərəstiş elərlər bu kitab. Bu kitabın xud Qəzzali gəlir, xülasə eləyir. Farsıda Kimya-i Saadət adında bunu yazır. Və mən tövsiyə edirəm ki, bir dənə kitablar içəcək, təsmin tutdunuz həttən oxuyasınız, Kimya-i Saadət olsun. Kimya-i Saadət Qəzzali. Məhal əmridir, insan bu kitabı oxuya, əslən zindəcanlığında bir təhəvvüli olmuyor. Bunun baxışığı dəyişilmiyor. Qeyri-mümkündür. Bu kitab hətmən adamı dəyişəcək. Baxmasını, görməsini, danışmasını, communication iş insanda vardır. O irtibatı ki, qura bilər. Onların hamısında eləyə bilər Kimya-i Saadət. Bir dənə əsər bağışlasın. İmam Muhammed Qəzzali. 5-ci qərnidən biz yavaş-yavaş qabağa gəlsək, cərh 6-cı qərnidə 6-cı qərnidə də çox təriqələri şəkil tapır. Təriqələr, təriqəhay irfani təriqələr 6-cı qərnidə şəkil tapır. Elə bir şeyxi, bir piri, bir caygah yetişir. O caygahda yavaş-yavaş gəlib bir dənə məktəbi bunyanguzar edir. O məktəb elə onun adına da adlanır. Məsələn, biz istəyək ad aparaq Abdülqadir Gilani ya Gilani.
Əhməd Rəfai. Onlar 6-cı qarnidə gəliblər, eləyiblər məktəbi irfanini, təsəvvufda özlərinə bir dənə məktəbi yaradıblar. Bu məktəb hələ-hələdir də özlərinin Qadiriyyə və Rifahiyyə adında tərəfdarları vardır. İndi də birdən Xurasan məntəqəsində bir para sufilər yığışdala bir yerə, ya Qadiriyyədən, ya Rifahiyyədən, məsələn, bunların və hər hal olanlar bunların içində vardılar. Təsəvvuf bu cür müxtəlif həyatına idamə verir. Yavaş-yavaş ayrı təriqələr də buna qoşulur. Suhrəvərdiyyə, Nəqşbəndiyyə, Ne'mətullahiyyə, Şah Ne'mətullahi Vəli, Ne'mətullahiyyə. Bunlar təriqəهای irfanidirlər. Məsələn, deyirlər filanı Ne'mətullahidir. Nəqşbəndiyyə ariflərindəndir. Ya Türkiyədə Bəqtaşiyyədir məsələn. Şeyx Bəqtaşiyyə. Bunlar nə mənədirlər? Həmin o təriqəهای irfanidirlər. Qabağa gəldikcə 12-ci, 13-cü qarında da Ticaniyyə, Sənusiyyə Afrikada düzəlir. Şimal Afrikada və Qərb Afrikada. Bu təriqələr ki, ələn mən sizə adlarını apardım, hələ-hələdir gənə İslam dünyasında, başa-başında bunlar fəaldırlar. Azaraq bunların cələsələri olar, bəhsləri olar, öz aralarında bəli, nişəstiləri olar. Elə olubdur ki, bunlar yavaş-yavaş Avropa məmləkətlərinə də varid olublar. Yəni, bu yığıncaqlar ki, bu ariflər, həlqəhay irfanidən olubdur, Avropanın özünə də nüfuz eləyibdir. Yəni, biz fikir eləməyək ki, fəqət Avropa bizim içimizdə nüfuz eləyir, gəlir. Yox, bizim də irfani nehlələrimiz və ferqələrimiz onların içinə nüfuz eləyiblər. Orada da özlərinə görə həvaxahlarını tapıblar. İslami bizim çoxlu məmləkətlərimizdə də bir dövrədə təsəvvufa bir həmlə başlandı, bir etiraz olundu. 13-cü, 14-cü qarnıda. Bir para o təcəddüdgəra insanlar, onlar ki, yavaş-yavaş cədid dünya ilə aşin olurdular. Dünyanın yeni təhəvvüllarını, çalışmalarını görürdülər. Bunlar bir dənə həmlələr ki, eləyirlər, در واقع təsəvvufa və sufilərə və ariflərə həmlə eləyirlər. Bunların içindən bu həmlələr hamısı fundamentalistlərin tərəfindən olmur. Yəni, bunyadgərələrin tərəfindən olmur. Təcəddüd xahan da bu həmlədə olurlar. Əgər roşənfikrlər bir cür həmlə eləyirlər bizim təsəvvufumuza, irfanımıza, bir para فرقه‌های مذهبی بنیادگرا مثل وهابیت ده الان bu dəqiqə təsəvvufun eləyib, həmlə eləyib və irfanımıza, İslami irfana həmlə gəlir. Pəs vəhabiyyət təsəvvufla və irfanla çox şədid durumda müxalifdir. Mən 5-6 dəqiqəyə söhbətlərimi yığacam və qutaracam. Bu qıssa baxışıqda ki, biz təsəvvufun tarixinə baxırıq, təsəvvufun nəqşini heç vaxt İslamın genişlənməyində biz inkar eləyənməliyik, biz dananmalıyıq. Ən böyük bunun nəqşi olubdur İslamın genişlənməyində. Həm İslamın başlanmasında, İranda və o ölkələrdə ki, ərəbi ölkələr adlanırdı. Soralıqda ki, ərəb sipahı onları fəth eləyir, İslam getdikcə orada rüşd eləyir. Orada ki, İslam yer var idi ki, ora ləşkər çəkənmirdi, yer var idi ki, ora qılış çəkənmirdi, təsəvvuf gedir ora, irfan gedir ora, irfan gedir onları bir bəbir fəth eləyir. Söhbətlərimdə də işarə elədim, Şib-i Qarre-i Hindidə, Asiya cənub-şərqidə, Çinin qərb tərəfində, bir para türk qovmiyyətlərinin içində bunlar hamısı təsəvvufla və irfanla İslam gətiriblər. Avropanın şərq tərəfində olan müsəlmanlar, Afrika qarrəsində olanlar, onlar hamısı ümumən təsəvvuf və irfan yolu ilə İslama neyniblər, varid olurlar. İnşallah gələnci cələsəmizdə mən
tasavvuf nazari və tasavvuf əməlinin barəsində sizinlə danışacağım. Sağ olun. Sual olsa mən eşidirəm sizdən.